vəliəhlər, istəkli valideynlər, hörmətli qonaqlar. 4-cü sinifin təqdimatında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş gələcəyimizin parlaq günəşləri adlı tədbirimizə xoş gəlmisiniz. Bu özəl və gözəl günümüzdə uşaq olan hər kəsə parlaq günəş, bol-bol sevinç və sağlamlıq arzu edirik. Biz uşaqlar hər bir ailəyə xoşbəxtlik və sevinç gətirdik. Arzu edirəm ki, hər kəs sevinə sevinç səsləri uzansın. İndi biz uşaq, sizdən yetişəcək yazıcı alim, sabah olacaqsınız arxa və dayan, mühəndis, diplomat, müəllim, həkim. Hər şan bir çiçəkdir, gülümsəyir günərkən, hər ana körpəsilə xoşbəxt olur həmişə. Uşaq olan hər kəsə parlaq günəş, bol-bol sevinç və sağlamlıq arzu edir. Cənab Prezidentimiz İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin davamçısıdır. O da atası kimi daim uşaqlarla maraqlanır, onların sosial rifahı, inkişafı, sağlamlığı, təhsil və hüquqlarının qorunması üçün Ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı ideyalarını əsas götürərək mühüm işlər görür. Uşaq siyasətinə xüsusi diqqət yetirən Prezident İlham Əliyev bir sıra uğurlu dövlət proqramları və layihələr reallaşdırır. Onun əsas məqsədi uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
uşaqlarımızdır. Bu da prezidentimizin uşaqlara göstərdiyi diqqətin və qayğının göstəricisidir. Uşaqlar vətənimizin gələcəyi üçün arzu edirəm ki, gələcəyimiz hər zaman parlasın və zirvələrdə olsun. Cəmiyyətimizin gülümsəyi üçün arzu edirəm ki, cəmiyyətimizdə hər zaman ətirli güllər olsun. Bugün söz bizimdir, ama bugün bizim günümüzdür. Uşaqlar hər şeyin ən yaxşısına layiqdir. İndi müdafiə günüdür. Bugün atalı, analı, vətənli olun. Bütün günlərimiz olsun. Bugün böyük əməllərlə, işlərlə dolun. Ulu Öndər Heydər Əliyev uşaqlar haqqında demişdi. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin özünü tərbiyə edəcəksə, ölkəmizin, dövlətimizin, millətimizin sabahı onlardan asılı olacaq. Xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti sağlam, faydalı vətəndaş, vətənə layiq olmaq üçün verilmək çox çətin anlaşılır. Əgər gələcəyimizi bu cür uşaqlara əmanət edirsə, onların düzgün tərbiyə olması vacibdir. Biz uşaqlar dünyanın ən böyük saadəti, doğan günəşi və gələcəyə aparan ümiddir. Əziz uşaqlar, bir gün bayramımız mübarək. Bəşəriyyətimizin gələcəyi biz uşaqlardan asılıdır. Arzu edirəm ki, gələcəyimiz sabırla səadətlərdə olsun. Uşaqlar həyatı önəmli edənlərdir. Bayramınız mübarək, əziz uşaqlar, əziz dostlar. Donsuz gülüşləriyle, bol yaxınlar, uzaqlar, dünyanın hər yerində xoşbaxt olsun uşaqlar. Gələcəyə yol açan ayaq izləri olsun və ışıq saçan körpə gözləri olsun. Massachusetts ştatının Tel şəhərindəki konsertin Vətən Dr. Leonard Charles tərəfindən başlamışdır. Leonard uşaqlar və varlıqlara xüsusi xidmət göstərməyə başlamışdır. O günü Türkçüdə adlandırılır. Sonra da bu gün Sək Bazar günü, uşaqların dəfəsi günü adlandırılır.
əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Cənab Prezidentimiz İlham Əliyev uşaq hüquqları siyasəti haqqında verdiyi sənədnamə əsasən 2009-cu il uşaq ili kimi elan olunur. Behriban dostlar, əziz uşaqlar, 1 iyul gününüz mübarək olsun. Sülhlə, məhəbbətlə yansın olacaqlar, qəlbimiz sevinclə məhəbbət olacaqdır. Biz uşaqlar hər bir araya quşbağınc və sevinç gəldik. Arzudan çay kəsinlərinin sevinç sərsə ucalsın. Dünyanın xoşbəxt və sağlıqlı olması üçün dünyadan öptüğüm uşaqları təbrik edirəm. Xoşbəxt uğurlu yoluna arzulayıram. Bir ilin bayramınız mübarək. Yetişin vətənə, layıqlı avlad olun, qoruyun, hər qarış torpağı daşın. Adınız vətənə yaraşan bir ad olsun, uzasın sizinlə vətənin başı. İsrəncli bayrağı saxlayın uca, ox olub düşmənin gözünə batın. Qoymayın vətəndə yargıç dağıtsa, vətəni satanı yollara atın. Bu söz bizimdir, biz uşaqlar cəmiyyətin ən dəyərli mənbəyiyik. Bir yıl uşaqlar adalətli dünya təqdim etmək, onlar hüquqlarını qorumaq çalışılır. Bir yıl bayramımız mübarək. Uşaqlar, görə bilmədiyimiz bir vaxtda göndərdiyiniz canlı mesajdır. Əziz uşaqlar, bayramımız mübarək. Xoşbəxt olsun uşaqlar, dünyamız sərsə, həyatımız gülarla, hər yana siz satsa, bir yıl bayramımız mübarək uşaqlar.
en esası bugünün özeli olan körpe balalarımız. Her birinizi salamlayıram. Bu özel güzel günde hamınıza hoş saadet, açıq səma, aydın gün güzaran arzulayıram əziz balalar. Arzulayıram ki, her zaman ulu öndərin yaradıcısı olan Azərbaycanımıza xidmət etməyi bacarasınız. Bunu ancaq valideynlərinizə, müəllimlərinizə qulaq asmaqla, gözəl oxumaqla edə bilərsiniz. Məktəbimizin vuran ürəyi, özəli Adilə müəllimə, xahiş edirik, yaxın gəlin. Adilə müəllimə bizim əzizimizdir. 194 nömrəli məktəbdə işlədiyi gündən indiyə qədər hər zaman seçilib. Öz təlim tərbiyəsi ilə, yetişdirdiyi şagirdlərlə, özəl, gözəl dərs nümunələri ilə, tərbiyəsi ilə nümunə olan bir xanım olub. Və nəhayət gəlib bugünkü 4A sinifimizi Adilə müəllimə sağ-salamat yola salırıq. Arzulayırıq ki, Adilə müəllimə, sizin bu yetiştirdiyiniz körpə fidanlar, bu gözəl balalar gələcəyinə Azərbaycanımızın bir ulduzu olsunlar. Azərbaycanın bayrağını dünya arenasına qaldırsınlar. Əminik ki, bu sinifdən olimpiyada qalibləri, qızıl medalçıların sayı çox olacaq. Söz veririk. Aferin sizə. Mən əminəm bu inşallah 11-ci sinifi bitirəndə sizdən olimpiyada qalibləri olacaq, Bakı Elm Olimpiyadasının qalibləri olacaq, Respublika Fənn Olimpiyadasının qalibləri olacaq və bunları da nəzərə alaraq orta məktəbi qızıl medalla bitirəcəksiniz. Söz veririk. Eşitmirəm. Aferin sizə. Biz buna əminik. Əziz valideynlər, dəyərli valideynlərimiz, övladlarımızı sizinle birlikte böyüdürük. Həmişə şagird, müəllim və məktəbi bərabər yanlı üçbucağa bənzədirlər. Nəyə görə? Üçbucağın bir tərəfi məktəbdir, bir tərəfi valideynlərdir. Təpə nöqtəsi isə şagirdlərimizdir. Yəni, bu bərabər yanlı üçbucağın arzulayıram ki, hər iki tərəfi möhkəm olsun. Hər bir balamız valideynli olsun, ürəkli olsun və gözəl məktəbdə təhsil alsınlar, sağlam məktəbdə təhsil alsınlar. Biz buna söz veririk. Siz də söz verin ki, bizimlə bərabər bu uşaqlarımızı 11-ci sinifə sağ-salamat gətirəcəyik və onları Respublikamıza belə deyək ki, hədiyyə edəcəyik ki, onlar təhsil aldığı məktəbin valideynlərin adına hər yerdə uca tutsunlar. Söz veririk. Aferin. Bu yaxınlarda biz 28 may Respublika günümüzü, müstəqillik günümüzü qeyd eləmişik. Müstəqillik gününüzü, Respublika gününüzü səmimi qəlbdən